Yuri Verindub Gənclər komandasından, Neftçi 2 komandasından ən az 3-4 futbolçunu bəyənib, çıxışını bəyənib və özü ilə təlim-məşq toplanışını aparacağı tapşırığını verib və o futbolçuların artıq adları, siyahısı da məlumdur. Klub bu yöndə işləri aparır. Verindub həmin o gənclərə şans verməyi düşünür. Məsələn, Murad Məmmədovu ötən toplanışda, qış toplanışında aparmışdı. Kifayət qədər də yaxşı çıxış eləmişdi. Bu arada elə bu günləri rəsmi olaraq Kipirdə. Uğurlar Murada da. Murada uğurlar arzulayırıq. Təəssüf ki, Muradın gedişi bir qədər az rezonans doğurdu, az səs-küy. Məncə Muradın gedişi daha səs-küylü idi, pafosu. Nəinki Toral Bayramovun Bursaspora getməyi. Amma Toral ola bilsin ki, millinin üzvü daha çox tanınmağına görə. Tanınmağı nöqteyi nəzərdən. Amma düşünürəm ki, Muradın gedişi daha böyük transferdir. Daha iri çapda transferdir. Nəzərə alaq ki, Pafos Çempionlar Liqasına çıxış etmiş bir klubdur. Razıyam, amma mən yenə də bu fikrimdə qalıram ki, o məsələnin ikinci tərəfidir ki, çətinlik bilirəm, ötən dəfə də qeyd etdim müəyyən qeydlərini. Mən də razıyam, çox qədər asan olmayacaq, amma Muradın elə bu cəsarətli addımına görə alqışlayıram. Yox, çox perspektivli futbolçudur. Bəlkə də sözün həqiqi mənasında yaxşı inkişaf eləyəcək və çünki Kipr çempionatı bizim çempionatdan daha izlənilirli çempionatdır. Təbii ki, göz qabağında olan çempionatdır. Oradan daha yaxşıdır tramplin rolunu oynamaq. Neftçi ilə bağlı digər önəmli xəbər ondan ibarət ki, biz ötən verilişdə bildirdik ki, 5 transfer tapşırığı verilib. Neftçi komandasında Yuri Verindub klub rəhbərliyindən xahiş eləyib, siyahını verib, hansı mövqelər üzrə ötən verilişdə qeyd etmişdik. Artıq 4 futbolçu ilə bağlı klub son mərhələdədir. Danışıqlar Ahmet kifayət qədər arasında bildiyim qədərilə mənə gələn məlumatlara görə tanınmış, hamımızın tanıdığı, hamımıza tanış olan adlar belə var arasında həmin 4 futbolçunun və qısa müddətdə klub həmin o 4 futbolçunun transferini rəsmi olaraq elan eləyəcək. Son mərhələdədir, son detallar danışılır, hətta bəziləri ilə demək olar ki, bütün məsələlərdə razılıq əldə olunub. Neftçi azarkeşlərinin gözü yolda olsun, belə deyim, bilirəm səbirsizlənirlər, amma səbirli olsunlar, rahat olsunlar. Əmin eləyirəm ki, çox etibarlı mənbədən gələn informasiyalardır. Son danışıqlar gedir, son xırda detallar həll olunur. Yaxın gələcəkdə, çox qısa zaman kəsində Neftçi transferləri ildırım sürəti ilə açıqlamağa başlayacaq artıq, ardıcıl olaraq.